tarixi abidə ensiklopedik bilikli sufi alim Seyid Yəhya Bakuvinin məzar yeridir. Seyid Yəhya Bakuvi türbəsi 15-ci əsrə aiddir. Xalq arasında dərviş türbəsi kimi də tanınır. Seyid Yəhya Bakuvi 1-ci Şirvanşah Xəlilullahın dövründə yaşamış saray alimi olub. Məqbərə yeraltı və yerüstü hissədən ibarətdir. Seyid Yəhya Bakuvi böyük sufi şeyxi olub, Xəlvətiyyə sufi təriqətinin banisidir. Abşeronda onun xanəgahı olub. Seyid Yəhya Bakuvi əsasən ərəb dilində yazıb. Alim Şamaxdan Bakıya köçdükdən sonra burada bilikli, savadlı şəxsiyyətlərdən olan elmi, sənəti yüksək qiymətləndirən Şirvanşah 1-ci Xəlilullah tərəfindən saraya dəvət alıb. Tarixçilərin dediklərinə görə Seyid Yəhya Bakuvi məqbərəsi həm də insanlar tərəfindən bir türbə kimi ziyarət olunub və elə həm keçmişdə, həm də bugündə bura gələn insanlar burada dualar ediblər və deyilənlərə görə həmin dualar hər zaman həyata keçib. Belə mən də məqbərənin çəkilişə gəlmişkən fürsətdən istifadə edib abidənin aşağı hissəsinə enmək istədim ki, burada dualar edim, yəni məzar hissəsinə. Gəlin elə birlikdə enək. Bəli, biz artıq məqbərənin yeraltı hissəsinə endik, daxil olduq. Qeyd edim ki, məqbərənin yerüstü hissəsi ibadət yeri hesab olunub. Bura hazırda bizim olduğumuz yeraltı hissə isə dəfn yeri sayılır. Məqbərənin üst hissəsi nisbətən böyükdür və aşağı ilə müqayisədə daha yaxşı işıqlandırılıb. Eyni zamanda bunun yanında Keyqubad məscidinə mövcud olub vaxtı ikən. Deməli, 20-ci əsrin əvvəllərinə kimi bir kompleks olub. 1918-20-ci illər tarixində həmin Keyqubad məscidi dağıdılıb. Seyid Yəhya Bakuvi fəlsəfəni, tarix, astronomiya, təbabət və riyaziyyəti çox gözəl bilib. Yaxın Şərqdə on minlərlə davamçısı olan alimin elmi əsərləri hazırda dünya kitabxana və muzeylərini bəzəyir. Gülnar Elqarqızı, Zaur Həşimov, Telesəhər.